Əzizlərim, tortlarınızda istifadə edə biləcəyiniz 2 möhtəşəm bişmiş krem reseptini paylaşıram. 2 yumurtanın sarısı, 40 qram un, 40 qram nişasta, 40 qram kakao, 100 qram şeker birlikte karıştırırıq. 500 ml süt. Sütü əlavə etdikdən sonra karıştırırıq ki, ərzaqlar həll olsun. Sonra qaz sobasında bişiririk. İsti içine bir paket vanil, 80 qram damla şokolad əlavə edib karıştırırıq. Kremimizi başka qaba əlavə edirik. Soğuyan kremi mikserle karıştırırıq. Ve 3 xörək qaşığı krem şanti əlavə edirik. Kremi bir gün önceden de hazırlayıp soyuducuya koyup səhəri günü tortunuza əlavə etsəniz çok güzel alınır. Hazırlayan herkese nuş olsun. İzlediğiniz için teşekkürler. Tortlarınız için plomber kremin hazırlanması. 1 yumurta, 1 stəkan şeker, 2 xörək qaşığı un, 2 xörək qaşığı nişasta karıştırırıq ve 3 stəkan süt. Gaz sobasında pişiririk. Üzerini salafanla örtüp soymağa koyuyoruz. 200 qram çörək yağını mikserlə qarışdırırıq. %60 qram qatlaşdırılmış sütü əlavə edirik. İkisini bir yerde karıştırırıq. Pişmiş krem tam soyduktan sonra hisse yağı əlavə edirik. Ve plomber kremimiz hazırdır. Hazırlayan herkese nuş olsun. İzlediğiniz için teşekkürler.